İranı dəstəkləyənlərə də, İranın molla rejiminin adını çəkən kimi elə bil ki, sizin atanız söyülür. Dərhal reaksiya verirsiniz, ağzınızı açırsınız, gözünüzü yumursunuz. Zəhmət olmasa dilini başa düşdüyünüz farslara izah eləyin ki, Azərbaycan ərazisi nə İsrail deyil, nə də ki, Birləşmiş Ştatlar deyil. Zəhmət çəksinlər, onlarla müharibə aparanlarla, onlarla vuruşanlarla vuruşsunlar. Nə haqla Azərbaycan ərazisini? Nə haqla Naxçıvanı hədəf alırsınız? Niyə aeroportu və uşaqların təhsil aldığı məktəb binasının yaxınlığını hədəf alırsınız? Niyə? Mən sizə deyim də niyə? Çünki aeroportda da çox insan olur, məktəbdə də uşaqlar çox olur, şagirdlər çox olur. Sadəcə məqsədiniz insan ölümlərinin sayını artırmaq idi. Amma bildiyiniz kimi Xarici İşlər Nazirliyi dedi ki, Azərbaycan cavab vermə hüququnu özündə saxlayır. Amerikadan qorxursuz, əmrikə deyirdiniz. Qorxursuz, İsrail, gəldi Əzrail. Qorxursuz Azərbaycanı hədəf alırsınız. Azərbaycan sizin düşündüyünüz qədər gücsüz ölkə deyil. Azərbaycan gücünü 44 günlük müharibədə və antiterror əməliyyatında göstərdi. Bugün böyük güclər belə Azərbaycanın gücünü qəbul edir. Ordusunun gücünü qəbul edir. Ona görə də üzünüzü Əmrikəyə və İsrailə tutsanız daha yaxşı olar.